Bugün İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayev mətbuat konfransı keçirərək İsrail-İran münaqişəsi ilə bağlı bir sıra məsələlərə toxunub. Günlərdə davam edən İsrail-İran münaqişəsində İranın bir sıra yüksək rütbəli komandirləri, alimləri və yüzlərlə mülki şəxsləri həlak olub. Lakin həmin gün dərhal komandirlərin yerinə təyinatlar həyata keçirilib və bir neçə saat sonra İsrailə cavab verilib. Bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayev bugün keçirdiyi mətbuat konfransında deyib. İsrail elə təsəvvür edirdi ki, 48 saat ərzində yüksək rütbəli hərbi komandirlərin, nüvə alimlərinin öldürülməsi və nüvə obyektlərinə hücum yolu ilə İran cəmiyyətində parçalanma yaradacaq və daxili qarşıdurmalarla bu məkirli məqsədinə nail olacaq. İsrailin İrana hücumları nəticəsində ölən mülk və hərbiçilərin sayı artıq 500-ə çatıb. Seyid Cəfər Ağayev deyir ki, bu müddət ərzində İran İsrailə siyasi və hərbi sahələrdə adekvat cavablar verib və hazırda döyüş meydanında üstünlüyü İran tərəfdədir. Hər kəsə məlumdur ki, İran İslam Respublikası Birləşmiş Ştatlarla dolayı danışıqlar apararkən və danışıqların 6-cı mərhələsi keçirilməli olarkən, İsrail diplomatik prosesi və danışıqları pozaraq İran ərazisinə hücum etdi. İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili bildirib ki, İran suveren dövlət olduğu üçün diplomatiya yolundan çəkinmir, lakin İsrailin hücumlarına cavab vermə hüququna malikdir. İranın sistematik şəkildə nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil yoxdur. Halbuki Beynəlxalq Atom Enerji Agentliyinin baş direktoru cənab Grossi keçmişdə yanlış və natamam məlumatlar təqdim etməklə bu sistemə xəyanət edib və indi bu təcavüzdə şərik hesab olunur. Seyid Cəfər Ağayevin sözlərinə görə ölkəsinin heç vaxt nüvə silahına sahib olmaq kimi fikri olmayıb. ABŞ tərəfindən İranın Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinin vurulmasına ise müvəqqəti işlər üzrə vəkil belə münasibət bildirdi. Bu vəziyyət nüvə silahlarının yayılmasına dair beynəlxalq sistemin iflasa uğramasını və İran İslam Respublikasının hüquqlarını müdafiə etməkdə haqlı olduğunu göstərir. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və sülh məqsədli nüvə enerjisindən istifadə hüququndan imtina etməyib. Seyid Cəfər Ağayev həmçinin bildirib ki, İran İsrail münaqişəsindən sonra edilən hücumlara görə yerli əhali ölkəni tərk etməyib. O eyni zamanda 10 gün ərzində sərhəd buraxılış məntəqələrinin fəaliyyətində və İrandan Azərbaycana və əks tərəfə yük daşımada hələlik heç bir problemin olmadığını da bildirib. Mən düşünürəm ki, İranlılar öz yerlərindədir və heç kəs öz yerini tərk etməyib. Mən dünən Astara keçid məntəqəsində idim. Orada əvvəl olduğu kimi yük maşınları keçirdi. Cənub koridoru istiqamətində hər hansısa bir məhdudiyyət yoxdur. Münaqişə başlayandan bir neçə ölkə İranda öz səfirliklərinin fəaliyyətini dayandırıb. Seyid Cəfər Ağayev deyir ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti isə hazırda davam etdirilir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.